Salyana səfəri zamanı Prezident İlham Əliyev Kür çayı üzərində yeni salınmış körpünün açılışında da iştirak etdi. Dövlət başçısına məlumat verildi ki, Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Yevraskon Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilən körpünün uzunluğu 362,9 metr, yanaşma yolları ilə birlikdə 1,4 kilometr, eni isə 29,8 metrdir. Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib. Körpünün iqtisadi əhəmiyyətini regiona daxil olan bütün yaşayış məntəqələrinin sakinləri hiss edəcəklər. Prezident İlham Əliyev körpünün açılışını etdi. Sonra xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev Ələt-Astara magistral yolunun Yenikənd Salyan hissəsinin açılışına gəldi. Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Salih Məmmədov dövlət başçısına məlumat verdi ki, magistralın Ələt Masallı hissəsinə daxil olan Yenikənd Salyan layihəsi üzrə tender keçirilib və 2014-cü ilin mayında tenderin qalibi Yevraskon Azvirt birgə müəssisəsi ilə pudrat müqaviləsi imzalanıb. Birinci texniki dərəcəli yolun ümumi uzunluğu 23,41 kilometr, eni 26,5 metrdir. 4 hərəkət hissəsinin hər birinin eni 3,75 metr, çiyinlərinin hər birinin eni də 3,75 metrdir. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə kifayət qədər yol təhlükəsizlik dirəyi və müxtəlif yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətləri çəkilib. Magistral üzərində 2 yeni körpü və 1 tunel inşa olunub.